Bu giren kimdir yoksa müddət ərzindədir, yoxsa? İndi o əslində müddət ərzindədir əslində. Lakin nə qədər tez qılsan əvvəl vaxtda yaxşıdır. Nə qədər əvvəl vaxtda qılsan yaxşıdır. Yəni gecikmək. Yox. Sübhlə əsrə. Məhz mələklər dəyişir. Biz hər namazı öz fəziləti var, öz xüsusiyyəti var. Hər namazın. İşa namazı yaxşıdır, əgər təksənsə, evdəsənsə gecikdirmək. Bir namazdır ki, yeganə namazdır ki, Peyğəmbər sallallahu aleyhi ve sellem təşviq edib ki, gecikdirmək. Təşviq edib. Gecənin yarısından keçməsin. Zikr məqsədində işa namazında olsa, zikrə görə gecikdirir, yoxsa? Yox, ümumən. Yox. Gecikdirmək, o cür gecikdirmək yoxdur ki, vaxtından çıxacaq. O cür yox. Yəni, vaxtında hər namazın əvvəl, orta, axır vaxtları var. Keçərsə, o məsələ nədir? Var əfsəl vaxtı, var caiz vaxtı. Caiz şübhəcəndir. İnşallah qəza deyil. Amma çalış keçirmədə. Birdən keçsə, məsələn, səfərdə olduğun və ya narahat olma. O səbəb ki, demişim. Mənim Rahimullah bu kitabı yazarkən o hədislər ki, qeyd edildiyi zəif hədisləri, onların zəif olduğunu bilirdi, yoxsa sonra ki... Allah razı olsun. Yəni, müəllif bilirdi, ola bilsin bilirdi. Ola bilsin bilirdi, ola bilsin. Lakin nə bilirdi, onu qeyd edeyim. Yəni, heç bir alim bütün hər şeyi əhatə eləməyib baxır. Heç bir alim. Hətta görürsən, Şeyxülislamın kitablarında ola bilsin zəif hədis var və ya hətta Muhammed Abdülvahabın kitablarında ola bilsin zəif hədis var və ya başqalarının. Aydındır. Və sual da verə bilərsiniz ki, ne üçün onda zəiflər yazılır? Hətta uydurmalı hədislər yazılır. Cəm olub ayrıca kitablar, uydurma hədislər, zəif hədislər ki, cəmaat bilsin. Cəmaat bilsin ki, bu zəifdir. Yoxsa biri deyə bilər ki, bunlar zəiflər, bəlkə elə səhiylər yazılır, qutardı da. Yox, özünündür. Yox, özünündür. Yox. Yox, zəif hədisdə ola bilsin, ola bilsin. Yox, özünündür. Yox, İspan deyil. Sadəcə Endolüsüdür. O vaxt İspaniya müsəlmanlarının baxır. Müsəlmandır ya. Amma İspan yox, İspan deyil. Yox, daha hələ yoxdur daha. Yox, olmaz. O zümzümə, o başqa şeydir. O daha cəmaatın qabağında zotda yoxdur. İşte oturmuşsan tək belə eləyirsən, belə zümzüm eləyirsən. Amma o demək çox qardaşların qabağında artıq oxuyursa. Var. Var. Peyğəmbər sallallahu aleyhi ve sellem insan idi, o da qorxurdu. Nəsə o mənada olmalıdır nəsə. O mənada nəsə olmalıdır. Ərəblər? Hələ deyilir İsmaildən. İsmaildən gəlir. Cuhudlar İshaqdan. Ona kimi yəni ərəblik yoxdur, yəni. İsmailin ağzından biləcək. Allah bilir, var idi yoxsa, o çətin, o qədim tarixdir o. Amma belə, ərəblər İsmaildən gəlir. Quran ayəsi zat gətirildi, sonra nəsiyyət edildi. Bu, Peyğəmbərimizin sallallahu aleyhi ve sellemin hədisinin düşməsi, ona zidd olmaz ki, qəbristanlıqda Quran oxunmuyor. Ayəni misal gətirir. Yox, inşallah. O, yəni, vəz etdiyinə görə arada misal gətirmək, yox. O, ona aid deyil, yox. Söz bilmirəm hədis yoxdur. Gülə-gülə günah işləyən Allah yadına cəhənnəmə işləyən. Belə bir hədis var. Yox, bilmirəm. Soruşma var ya. Məclisdə belə bir hökm var ki, məsəl üçün, kimsə tez gəlir, amma qabaqda oturmur da, qabaqda boş yerlər var, kimsə qarşıda otur. Məsələn, sonraki gələn adam qabağa keçmək istəyəndə, məsəl üçün, deyir ki, mənim haqqımdır, mən gəlmişdim. Amma heç nə qoymayıb, deməyib ki, mənim yerimi saxlayın. Qabağa keçmək istəyəndə deyir ki, olar nə? Yəni, oturmuşdu orada, yoxsa? Yox, oturmuyub, arkada oturur. Ora kimsə gəlmək istəyir, mən gəlmişdim. O məsələ özü səllidir. O məsələ özü səllidir. Yəni, alimlərin rəyindən... Allah bilir, bilməm. Yox, əslən kimin yeridir, onun haqqıdır ora.
Amma belə yoxdur ha. Gəlib gözdən belə eləyib, mən getdim oturub orada. Otursan gör otur yerində də. Və ya nəsə qoyurlar. Məsələn indi tutaq ki, oturmuşdun, birdən ehtiyac oldu dastamazı dəyişməyə. Getdin, sənin haqqın var bu yerə. Gəl gördün biri oturub. Haqqın var. Aydındır? Amma gəlib oturmuş orada, deyirsən, ora mənimdir, ya, heç kəs yaxınlaşmır. Aydındır? Ha. Bəlli odur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyib ki, Allaha ən yaxın vaxt səcdədir. Çoxaldın duanı. Yaxşı, mən də ərəbcə bilmirəm. Mən də dua elim üçün. Peyğəmbər sallallahu aleyhi ve sellem dövründə düzdür, qeyri-ərəblər var idi, Cuhudlar var idi, sahabələrin içində, Fars var idi. Müsəlman idilər. Amma görürsən ki, ərəbcə danışırdılar onlar. Ərəbcə bilirsənsə, ərəbcə elə duanı, yaxşıdır. Yox, ərəbcə bilmirsənsə, öz dilində. Çünki qadağan yoxdur axı. Həm də çünki yox, ümumən deyilib, daha deyilməyib. Sırf ərəbcə eləməsi. Dəlildə qeyd olunmur ki, səcdədə dua elə, amma ərəbcə elə ya. Yox, ümumi deyilib də, ümumi. Qutardı. Dua elə. Dua elə ümumidir. Əgər sırf ərəbcə olsaydı, onda qeyd olunmalıdır ki, o da yalnız ərəbcə eləyim. Yox, öyle şey yox. Hə? Bu dua məsələsi səcdədə demək olar, öz demək olar, salamdan öncə də öz dilində demək olar. Əlbəttə. Namazda getdiyi yerdə dua eləmək olar. Getdiyi yerdə. Öz dilində. Fərqi yoxdur, fərz. Fərqi yoxdur, nafilə. Fərqi yoxdur. Birinci başlayırsan təkbiratul ehram. Subhanəkə oxuyandan sonra Fatihə başlamış, orada dua edə bilərsən. Sonra Fatihə başlayırsan, məsələn. Sonra ikinci rükuda, Subhan Rabbil Azimdən sonra, üç dəfə deyəndən sonra. Üçüncü rükudan qalxanda, Səmiyallahu limen hamdə, Rabbana və ləkəl hamd, səcdəyə getməmişdən qabaq dua eləyib sonra yeysən. Dördüncü səcdə, beşinci, iki səcdə arası. Beş oldu. Altıncı, salamdan qabaq, təşəhhüd, ət-təhiyyat. Yeddi hara? Yeddici qunut. Əgər tutsun qunut. O problemdir qardaşlar, müşkül olur. Yəni, bəzi qardaşlar duanı saxlayır, axırıncı adət edirlər, axırıncı səcdəyə. O, hələ eləməyin. Hələ eləməyin. Hər səcdədə elə də. Amma axırıncı səcdəni görsən uzadır. Hələ lazım deyil. Aydındır. Adamın yadından çıxırsa hansı səcdədir? Fərqi yoxdur, yadıma düşəndə elə. Yəni, axırıncı səcdəyə saxlamağın məqsədi olur ki... Birdən əgər o birisi səcdələrdə yadından çıxdı, axırıncı səcdə elə. Amma həmişə eləmə. Adət eləmə. Aydındır. Axırıncı sayaq. Siz Əlham Məliki kitabını oxursunuz və orada qeyd edirsiniz ki, bu hədis mümkün zəif məsələsini bu hədislər. O cür dəlildir ki, yəni alim nə qədər qədim olsa da, onun kök oranı təqdir edilir. Əlbəttə, əlbəttə. Əlbəttə, qardaşlar. Əlbəttə. Yəni, o rivayətlər ki var, rivayətlər amma səhih deyil ki. Zəif var, uydurma. Hamısını alimlər bəyan edib. Hələ səthi keçirəm bunları. Yəni, indi, məsələn, ümumi kütlə edirlər. Məsələn, elm tələbələri olsa, məsələn, 3-4 nəfər oturub, məsələn, oxuyacaq, məsələn, xüsusən sənəd barədə. Burada sənəddə o qədər, o adamlar barədə hamısında məlumatlar var. O sənəddə hamısı yoxdur, hamısında məlumat var. Hamısı necə idi, necə idi, necə idi. Hələ belə deyil, o bəzi adamlar deyir, o hədislər uydurma özlərindən savadsız adamlardır. Xəbəri yoxdur dünyadan, yəni dindən. Yaxşı. Yəni Subhan Rabbil Alədən sonra Peyğəmbər sallallahu əleyhi və səlləm salavat eləmək. Olar. Amma sən yaxşıdır dua elə salavatla. Yəni duanın ədəblərindən yaxşıdır ki, birinci Allahı tərif elə, sonra salavat. Duanı bitirəndə də salavat gətir, sonra Allahı tərif et, sonra əmin. Məsələn, bitir. Hətta arada da salavat gətirə bilərsən. O duanın qaydalarındandır, ədəblərindən. Aydındır? O maraqlı suallar sor. Hədislərdə sahih var, həsən var. Ondan sonrakilar necə desənə var. Məsələn, mümkün var. Onun səhvət olsa Çoxdur. Çoxdur, ha. Ondan çox olar. Çoxdur. Hədis munqati,
hədis marfu, maktub, muadəl və s. və s. Axırıncı. Şeyx, Allah sizə bərəkət versin. Bir məsələyə istəyirəm, toxunasınız bu son zamanlar gündəmdədir. Sələfilik barədə yenə qabardıblar ki, bu sələfilik təhlükədir. Nədir? Bu jurnalist var bir belə danışır. Deyir, bu sələfilik var, belə bir firqa var, bu təhlükədir. Sələfilik nədir? Sələfilik Peyğəmbər sallallahu əleyhi və səlləm sahabələrin yolu. Quran Peyğəmbər sallallahu əleyhi və səlləm sahabələrin yolu. Sələfilik budur. Hansı ki, xurafatları, minbəyə gecən nağılları, yuxuları, zadı qəbul eləmir, əfsanələri sırf dində nə gəlib odur, əlavələri qəbul etmirlər. Bidətdir o, xurafat. Din odur. Yəni Din bu odur. təhlükədirmi belə? Amma qaldı ki, təhlükə. Kim onu deyir, o ya cahildir, savadsız, xəbəri yoxdur sələfilikdən, ya da cəmaatın bilməməzliyindən istifadə edir. Cəmaatın bilməməzliyindən istifadə edir, təhlükə kimi göstərmək istəyir. Ola bilsin, sələfilər nəsə ona toxunublar. O qeyd etdiyin o, ola bilsin, o baxışları azalıb artıq. Ola bilsin, sələfilər danışdılar ondan. Qabaq baxışları çox idi, azalıb baxışlar ona görə. Sələfilik həm də təhlükə deyil, sələfilik əmin-amanlıqdır. Əmin-amanlığı dəstəkləyir. Vəssalam. Yəni, Şeyx, bu jurnalist özü baxırsan, ayələri inkar edir, hədisləri inkar edir. Yəni, bu təhlükə bunun özü deyilmi? Əlbəttə, cəmaat, cəmiyyət dini cəhətdən xəbəri yoxdur. Ona görə hər kəs çıxır, hər gün biri çıxır, nəsə danışır. Çıxır, danışır. Məsələn, prezident barədə bir dənə tərifləsən, deyirlər, yaltaq oldu. Biri deyir yaltaq, biri deyir mayor, podpolkovnik, zat. Yəni, bilmirəm, onlar, o da orada işləyəndə, çünki stroyda olub bizim mənə görür. Aradan bilir, əgər əfsanədən danışsan onda mən də sənə deyim ki, sən də general Simonsan. Nə gəldi danışımlarda, boşboğazlardır. Prezidenti nə vaxt yaltaqlıq olur? O vaxt ki, olmayan şeyi deyirsən və öz maraqlarına görə deyirsən, yəni özünə görə. Amma ümumi şəri məqsədlərə görə, əlhamdülillah, olan şey deyirsənsə, hakimi əslən pisləmək olmaz. Özü xüsusən cəmaatın qabağında olmaz. Hakimin şəni aşağı salmaq olmaz. Ne üçün? Hakimə qarşı artıq insanları qaldırmaq da olmaz. Şəriyyətimiz qadağan edib. Bu Əməvilər deməyib ki, bunu. Əməvilərdən gəlməyib, Abbasilərdən. Bu Peyğəmbər sallallahu əleyhi və səlləm deyib. Olan şey deməyə burada bir şey yoxdur. Onlar sadəcə hətta bilmirlər yaltaqlığı nə vaxt olur, nə bilim nə vaxt olur. Olan qarın ağrıları başladı, o da bilinir nədir. Sadəcə yeri deyil. Həm də bizim işimiz yoxdur onlarla. Sadəcə demək istəyir ki, cəmaatın savadsızlığından istifadə edirlər. Aydındır. Bu qədər. Bəs.